Qoşmadım hələ mən sənə, dağlar bunu mənə kəsir sanmasın. Mən dedim vurğunam Azərbaycana, deyirəm heç zaman xırdalanmasın. Könlümdən ucalan bu avaz, bu səs balanasına sevirəm deməz. Mən də deməmişəm aşəkim mənim. Sən öz keçmişini daim qorudun. Babamın şöhrəti yaşayır səndə. Şəkil şəkil igidlər oylağım, şəkil şəkil ömrümün ömrağı.
öz balan kimi. Çoxdakı şeirimdə görünmür adın. Mənim oxuduğum nəğmələrimi mənim qulağıma sən pıçıldadın. Sənin bulaqların, göy çinarların. Səkisində dağlar qədər qədim şəkil, dostlarına üzü açıq, düşməninə qənim şəkil. Ey dağların səkisində dağlar qədər qədim şəkil, dostlarına üzü açıq, düşməninə qənim şəkil. Zarafatı baldan şirin, söhbəti duzlu şəkil. Zarafatı baldan şirin, söhbəti duzlu şəki. Yaşı qoca, özü cavan, ay gülər üzlü şəki. Yaşı qoca, özü cavan, ay gülər üzlü şəki. Şəki, şəki, igidlər oylağı. Şəki, şəki, ömrümün övrağı. Şəki, şəki, igidlər oylağı. Şəki, şəki, ömrümün övrağı. Səbuhinin öz yurdusan, nəğmə yurdu, söz yurdusan. Neçə övladını pərvazlanıb uçurmusan. Səbuhinin öz yurdusan, nəğmə yurdu, söz yurdusan. Neçə övladını pərvazlanıb uçurmusan. Zarafatı baldan şirin, söhbəti duzlu şəkil.
Aşağı salmayın. Samira. Samira burada değil. Hamı gelin de sonra geleceğim. Yemek nasıl koyuyorsun? Sen oradan otur. Yok, bir bu ne? Yok, özmüyorum. Çok beğenmedi. Çok damlatıyorum. Fizikte nesiller, neçimizde yani ki hukuk şəxsi, biznes Evde bir şey indi, yaxşı olmasa da biləsində. Nə qədər də pis olsa, əhəmiyyət verirsən. əvəzi yox. Xanım nə dadlı peyləşki pişirənlər sağ. Ora koy. Mən bir Sağ da yuxalayırım. Kim istəsə şirin çay deməklər. Nicatın işi olmaz. Nicat hara gedirdi Salih xanımın oğlu. Heç nə yemiş şirin çay. Yavaş yavaş. Nicatı da getirərdim. Adı nədir? Salih xanımın harada bir şəkli var idi, samalar var. Sen işe girmişsin. Tren kızınca nasıl çekti da bekliyorum. Ben bilmem ne giyirsen neymişsen görmeden ne düşünler oldu başıma ne oynatı. Çok sağ olun. Durdum dik oturdum içine. Ne yapalım? Gittim adamın yanına. Çekilir. Yemekte mükemmel. Bir tane halk karşıya girende birinde bir getirmiş ilgilenmişim. Bu şeylerde. Kansaray. Sen çağırdın oramızdan. Şahit evirsin. Onun da ilamatı var.
Damda sıcaq olmuş işte. Hə, ona görə sizlərdən. Buraya da tahtasınları şeyle falan İndi bir kara çıktı bir de. Oradan çıkıp taşlar yemek yiyen gerekecek. Ondan sonra bir hərdə kervansaraya da girib. Girib ağırda. Poşetalı kapsayana çıkar. Yerimiz yaxşı düşmüsə. Çək. Tam gəlsin yaxındır. Hadi gəlin. Yok, size kaldı bırakın. Yok, bir olmadı. Seyit. Bəs kamera bax. Oradan çəkin. Onlar. Benim orada şekerim var. Ama ilk oynayacağım. Aradım, bilet aldım gel. Yok, ey kim attı? Git gir baksa. Size aldım herhalde.
Hadi mi? Evimiz kıskandı. Yok. 105 mazal var. Geçen de böyle yoldaşım bunları atardı. Beşine yok iyi onlar iki Ona göre hiç istemediler çünkü gördüm. Bizim korku kulakları oradan maraklıdır. Bir şey vardı, geldiğime bir şeyler vardı. Ateş de yoktu. Hepsi parladı. Perdeler parladı. Neye geldiğini bilirsen de. Ben çamaşır 3 tane çekti. O geldi. Hadi asker sen Meryem'i hemen götür gel. Al götür gel güzel. Burası da kimse de neresi düşün 15 dakika. Bir de bu şeylerin yanında çekiyor. Bir de ham git. Durun çeksin de gidiyor. Bas tam deyip de sen gelmişsin. Bazire. Ama sonra onlara tanrı Benim sevmem bizim o şeylerde okuyor. Bir orada bir tane harika bir şey var. İnsanlara mı? Bana giriş yok. Burada 100 defa bu isteyen kadar. Melek burada İlhan'ı falan oturmuş. Bu da şeklimiz var bizim. Bizim de var şeklimiz. İndirmedim başına. Koymadım. Başına koydum. Koydum. Maharadım kalır.
Kervansaraya bir tane çok ne başında aşağı çıkıyor ya da yok bu değilim aşağı çıkıyor. Emin. Maşın. Kervansaraya aşağı Allah can sağlığı versin anaya. Uzun bereketli eylesin inşallah. Köyüden eksik olur. Çok sağ olun. Teşekkür ederim. Arzu verir. Ahada sağlığı falan olur. Biraz. Hadi rıza olun diyorum. Yo 25'e. Geçiyorlar değil. Meleğine var. Var ne içeride? Vallahi vardır. Söyle bana. Orada da bir tane anneannesin. O da çalışıyor.
ver bela. Ver bela. Allah ya başa topla ya. Orası dediğim gibi olacak, başka olacak. Yavaş, ehtiyat. Kola ya, Fanta ya. Ya yok, onu ayrı. Ondan mı? Kola getirdim. Ha, ya gel. Niye? Geri kesin getirdim. Ben evimde bak. Evet. Ha, orada bir yere. Elektrik oldu sadece. En yakısı. İkisi de neve nene aynı ablalarına göre. Bakıyor da yerler bir mekan. Neve Ata da yazmadılar. Dedim ben almadım. 5 dakika oldu aşağıya. Kapağının nene yazdım. Nene dedim. 15 dakika yazdım. Ne hayal ediyorum. Öyle de yazdım. Bye Yok, burada değil. Memorandum imzalandı. Hayırlı uğurlu olsun. Yine şükranlı şekilde. Belçika'nın kısmı.
Ben dedim ya. Her şey alabilir. Sağ ol. Herhalde tutulan boş kapatmam. Çekebiliriz. İkinci kelimede ben söz diyeyim. Yok. Ya hoş gelmişsiniz. Hatice Hanım, Naile Hanım hoş gelmişsiniz. Bizim Şəkiyə səfərimizdir. Elçilərə Dövlət Dəstəyi Agentliyinin ahıllara və tənalara dəstək ictimai yüksək mənəvi dəyərlərimiz haqqında olan layihəmizdir. İndi Şəkiyə səfər eləmişik, Gəqri Xan Sarayına gəlmişik, indi də nahar yeyirik. Hoş gelmişsiniz. Kiminse de ne sesiniz olsa yemekten sonra da deyə bilər, sonra çay süfrəmizdə də deyə bilər. Hoş geldiniz. Sağ ol. Sevgiliyim, o dağın en tepesine çıkardım. Oradan böyle geldim. O dağın Beraber. Telefon götürün sonra gel. Bir tane kaldı size. Onlar ayrı. Gel. Hər birimiz salamlayıram. Bugün bizi bir araya təkrar edirdiyi üçün başda Dəsti xanıma dərin təşəkkürümü bildirirəm. Dəsti xanım çox sağ ol. Yenə də ikinci dəfə olaraq bizi bir araya yığdı. Xoş bir yəni bir ortamda biz görüşdük. Yaxşı əyləncəli bir gün keçirdik. Bizim hər birimiz üçün böyük qürurdur ki, bugün bizim aramızda iki dənə əziz şəhid anası var. Biz onların əllərindən öpürük, onların qarşısında baş əyirik. Onların bütün cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Onların cənnətdəki müqəddəs ruhları əbədi şad olsun. Qarşınızda baş əyirik. Yəni biz sonsuza qədər sizlərə borçluyuq əziz analar. Allah razı olsun. Bugün çox gözəl bir aktual bir mövzu qoyubdur. Dəsti xanım, milli mənəvi dəyərlərimizin qorunması, milli mənəvi dəyərlər haqqında o qədər danışmaq olar, o qədər əhatəli bir mövzudur, çox şaxəli bir mövzudur. Yəni bunun bitib tükənmir də bunun haqqında danışmaq. İndi kim öz milli mənəvi dəyərini bilmirsə, tanımırsa, özünü tanımır deməkdir. Yəni milli mənəvi dəyərlərimizə hər birimiz hörmət eləməliyik, hər birimiz milli mənəvi dəyərlərimizə elə dəyər verməliyik. Milli mənəvi dəyər deyəndə, yəni ailədən tutmuş, məktəbdən tutmuş, cəmiyyətdən tutmuş, bütün dəyərlər nəzərdə tutulur. Yəni çox sağ olun, hər birinizə təşəkkür edirəm, burada iştirak edənlərə təşəkkür edirəm. Bir araya gəlmək üçün elə vacib deyil ki, qan bağımız olsun. Elə biz bir ortamdayıqsa demək ki, bir-birimiz üçün əziziz, inşallah davamlı olsun, xeyirli olsun, daha xoş günlərdə bərabər görüşürüz. İnşallah.
Mən də hər kəsi salamlayıram. Burada olmaq mənim üçün həqiqətən böyük bir qürurdur və mən buna görə Vüsaliyyə xanıma və Bəstə xanıma dərin təşəkkürlərimi bildirirəm. Milli mənəvi dəyərlər bizim üçün həqiqətən çox önəmlidir. Çünki bir xalqı xalq edən, milləti millət edən mən düşünürəm ki, məhz onun milli mənəvi dəyərləridir ki, Ulu Öndərimizdə bunu bir daha vurğulamışdır. Və biz bugün məncə buradayıqsa, milli mənəvi dəyərlərimizə hörmət etməyi bir daha öyrənməliyik və milli mənəvi dəyərlərin qorunması ilə bağlı hər birimiz işlər görməliyik, milli mənəvi dəyərlərimizi təbliğ etməliyik. Mən düşünürəm ki, məncə bir cəmiyyətdəki insanlar öz milli mənəvi dəyərlərini bilirsə və onları qoruyursa, o cəmiyyət digərlərinə nisbətən daha güclü olur. Elə Azərbaycanda da əsrlər boyu milli mənəvi dəyərlər həqiqətən qorunmuşdur ki, biz böyüyə hörmət, kiçiyə sevgi prinsipi ilə daim yaşamışıq və indi də burada böyüklərimiz əyləşir. Mən üzümü gənclərə tutmaq istəyirəm və demək istəyirəm ki, gəlin öz milli mənəvi dəyərlərimizi qoruyaq, onları gələcək nəsillərə ötürək, böyüklərimizə hörmət edək, kiçiklərimizə sevgi göstərək, bir-birimizə qarşı daha mərhəmətli olaq, bir-birimizə hörmət edək. Çünki insanı həqiqətən ucaldan onun var dövləti və yaxud da onun vəzifəsi deyil. İnsanı ucaldan onun qəlbində cücərtdiyi, qəlbində yetişdirdiyi məhz mənəvi dəyərlərdir. Təşəkkür edirəm. Mən bir də kəlmə deyim. Maysa xanım dedi ki, mənə təşəkkür edərik. Əslində alanda bu ahlara və canalara dəstək ictimai deyil. Rüya xanıma təşəkkür edir. Sadəcə Rüya xanım bəzi səbəblərdən burada iştirak edə bilmir. Biz elə bir onun bir növ köməkçisi deməyim, yəni ki, onlar dəstək olur. Yine də Rüya xanım da sağ olsun. Belə bir layihədə yazıb və biz də ona kömək edirik. İşte sizlə tanış olduq. Nailə xanımla, Hacı xanımla, sizlə. Yəni hər birinizə çox təşəkkür edirəm ki, gəldiniz, bizim sözümüzü yerə salmadınız, bizlə birlikdə oldunuz. Bizim üçün çox xoş oldu. Çox sağ olun. Bir də mən Salih xanıma da təşəkkür edirəm ki, mənim bu layihə boyunda mənim yanımda oldu, mənə dəstək oldu. Heç bir şeydə mənim hər zaman yanımda oldu. Çox sağ olun Salih xanım. Bəlkə hansısa bir sözünüz var, nəyiniz var, bəlkə axırıncı şəkildəyik, şəkilin elə özündən danışasınız. İnşallah axırıncı olar, axırıncı olmaz. İnşallah bundan sonraki layihələrdə də dəstəklənər bu cür layihələr. Həqiqətən mənim üçün də çox xoş oldu. Gözəl insanlarla artıq bir neçə dəfədir həm tədbirlərdə, dərs səfərlərdə bir yerdə oluruq. Çox gözəl də çıxışlar oldu Maysa xanım, Cəmilə xanım. Gənc kadr olmasına baxmayaraq bugün gəldiyindən bayaqdan danışıb ki, zövq alıb ki, böyüklərin hər danışığından özü üçün bir örnək götürdüyünü bayaqdan bildirir. Amma ən böyük təşəkkürü elə bizim böyüklərimizə, analarımıza bildirmək istəyirəm. Dövlətimizə təşəkkür edirik, təbii ki, Ruhiyyə xanıma təşəkkür edirik. Özü burada olmasa da bilirəm ki, missiyamız eynidir, hər birimizin ürəyi buradadır bizdən. Çox sağ olun. Nailə xanım, siz də bir söz deyin, Hacı xanım, siz də Nailə xanım da təşəkkür edin. Çok sağ olun. Siz sağ olun. Her birinizə ayrı-ayrı oldu. Teşekkür ederim. Verdiğiniz değerler, sizden gördüğümüz hürmete dərin teşekkür ederim. Aslında biz Ruhiyyə xanımı çoxdan tanıyırıq. İndi də sizinlə tanış olmaq çox xoş oldu. Ruhiyyə xanım ilk günlərdən, yəni müharibə tarandan sonra ilk günlərdən bizim yanımızda oldu. Gözəl tədbirlərimiz olub. 2022-ci ilin sentyabrın 8-i Cuma axşamı günü bizim Maşsağılan şəhid analarını Şuşaya getməyimizin bəlkə də səbəbkarı Ruhiyyə xanım oldu. Onda biz tibb kursundan bitirdik. Tibb müəllimim olub. Yəni bizə ən gözəl dedim, bilmirəm o ifadəni necə deyim. Bizim o Şuşaya getməyimiz elə bir bizim üçün daha bir sübut oldu ki, bizim evladlarımız bu çətin yolları
necə gediblər. Bizim avtobusla çətinliklə getdiyimiz yollara o uşaqlarımız, oğullarımız, igidlərimiz necə gediblər. Yəni biz analar bir daha sübut oldular. Bunu gözümüzlə gördük. Bu bizim üçün çox böyük bir şeydir. O yolu getmək bizim üçün daha da qürurlu oldu. Sonra Ruhiyyə xanım bizə suallar təqdim elədi. O bizim üçün daha rahat oldu ki, o sualı biz cavablandıraq. Və kitab çapdan çıxdı, başına uca tutuşaq. Çox kitablar verilib bizə. Hamı da ayrı-ayrılığı dəyərləndiririk, qiymətləndiririk. Hamıdan Allah razı olsun, qiymətləndirirlər şəhidlərimizi. Amma Ruhiyyə xanımın tərtib etdiyi, bizə verdiyi o suallar elə bir bizim qəlbimizə ən incə siminə, nöqtəsinə tutuldu ki, yəni belə danışmaq olmur. Yenə sual verəndə onu cavablandırmaq olur. Yəni o daha rahat oldu bizə ki, suala görə biz cavablar yazdıq və başına uca şəhid anası kitabı çapdan çıxdı. Məktəblərə paylandı, kitabxanalara verildi. Nə xoş ki, heç olmasa 100 adamdan biri o kitabı oxuyar və yanındakı yoluna, yoldaşına deyər ki, belə bir kitab var, onun içində bu kitabda bu cür şəhidlərdən yazılır. Siz də alın, oxuyun. Şəhidlərimizi tanıtdırmaq üçün böyük bir addımdır. Bu baxımda hamınıza təşəkkür edirəm. Allah hamını ürəkdən versin. Allah ruzunuzu bol eləsin. Uğurlarınız bol olsun. Biz də baxaq sevinək. Çox sağ olun, Sağ olun. Bizim xalqımızın ən gözəl milli mənəvi dəyərləri başlaydı odur ki, müharibənin o ağır günlərində, hansı ki biz oğullarımızı itirmişdik, o bütün bir suyun üzərində biz tamam çəkini benziyirdik, hara yanmaq bilirdik və xalqımız başımıza yığıldı, bizim dərdimizə ortaq oldu. Hər gün evimiz dolu boşalırdı. Bu elə bizim üçün məncə milli dəyərlərdən biri elə bu idi ki, hər gün yanımızda mütləq kimsə var idi. Hər gün yanımızda mütləq kimsə var idi. Bugünkü gündə onun bir bariz nümunəsidir ki, siz bu səyahətinizdə, bu tədbirinizdə bizlər 2 nəfər də şəhid ailəsindən, şəhid anası qatmışıq. Bu da onun bir bariz nümunəsidir ki, bizləri yenə də tek qoymuşuz, baxmayaraq ki, 6 il keçir. Şuanla bir sözdən mən də qatılıram ki, Ruhiyyə xanım elə ilk gündən o yalnızda olan insanlardan biridir. Dəfələrlə yalnızda olur. Dediyi kimi, təkrarlı olmasın, kitab səfərliyiz, kitab səfərimiz olub oynan bir yerdə, lütfüdən tədbirlər olur ki, oynan bir yerdə olmuşuq. Bu da axırıncı bir tədbirdir ki, biz yenə də bizi bura atılmışıq, şükür Allaha. Bu da xalqımızın o mənəvi dəyərlərindən biridir ki, şən günlərində, şad günlərində bizləri də öz yanlarında görmək istəyirlər. Bir az da olsa o yaramıza o sus etmək istəyirlər. Bu özü böyük bir dəyərdir. Bu da dəyərləndirmək lazımdır. Biz təşəkkür ederiz. Sağ olun. İştirak edin. Sağ olun. Sərli xanım, siz də nəsə deyirsiniz? Çox sağ olun. Sizə də təşəkkür edirik Bəsli xanım. Ruhiyyə xanım, nəsə demək istəyirsiniz? Təşəkkür edirik hamımıza. Çox əla idi, hər şey gözəl idi. Sağ olun, çox sağ olun. Hər şey yaxşı. Bizi ortama gətirməyiniz uzun ömür, can sağlığı. İşlərinizdə uğurlar. Çox sağ olun. Allah anamıza uzun hərəkətli ömür versin ki, Ruhiyyə xanımı evlat yetişdirir. Burada da kızlar var. Siz kimsə çıxışınızsınız? Əsas rahat.
Biraz tuttuğum falan. Evet, kaşık. Biraz görünürsü yazsın olar. Xoşbəxt olun. Ay, ben elə bildim ki, quraqlar. Allah. Hə düşmə, hələ düşmə. O da kiyle öldü da? Avari. Avari. Vaktan atladı. Arkadaş o elini başını salacak, o uşağı tapşırın. Bunu dokunsa ziyanlı olacak. Çiçek aldı, başından yerine sıkıntı. Anam, bizden kalsın. Sonra güzel ha.
Ben o yüzden biraz su alıp sözden koyarım. O yemeğe. Bazar. Yine akşamımız xeyir. Gəldik indi də İsmailova bir dənə istirahət mərkəzində oturduq. Bugün Şükrəxan'da bizlə gedibdik. Bunun da ad günüdür Şükrəxan'ın. Şükrəxan təbrik edirik sizi. İndi bilmirəm yaşınız neçədir? 59'dur. İndən sonra neçə 100 yaşlı yaşayasınız? Qeyd edək. Biz də sizlə bərabər qeyd edirik yaşınızı. Təbrik edirik. Öz arzunuzu tutun, kortunuzu üfürün və kəsək. Ad gününüz mübarək. Birinci özünüz nəvələrinizə də verin. Özünüz də için. Sen son hanım. Neçə nəfər? 18 Gel nəyə? Ora boşa hamıya bir. Allah mama. İki dənə güzel. Gel. Ne de kalktı ki bana. Nalə xanım, bir həftə yemərik də şirindən sonra bir həftə mədəmizə apır, hə. Mən əkli bilində sən apır. Orada qaydan bir koymuşam özüm ki, ailesi için bana. Şükrə xanım, kəsdikçə sən faydalan. Çok ərə gəlsən bilinə. Bir də Hanım, her şeye göre çok sağ olun. siz sağ olun. Sizi bugün tanıdığımızdan çok şad oldum. Allah emeğiniz olsun, Allah sizden razı olsun. Bize hoş oldu ki sizleri ad gününüzü bizden kesmiş oldu. Ben geldim, ben de Ben yemin çalıştım ama Sağ olun, her şey yolunuz sağ olasın. Həmişə gözəl layihələr yaşayasınız. Çok sağ olun. Hem şebelik genç kalan. Nəbələrdə necə geçəcək görürük. Allah uzun ömür versin. Yaxşı. Məndə də çalışıyorum. Çok çek. Ne güzel çalışıyorsun. Tek kokun veya görmek. Bu kadar gözleme çekin. geliyor, o beni tanıştı değil. Yok. Mama çektim hadi. Allah başlayalım. Mamamın